Biznes Mizdəsinin növbəti rubrikasında xoş gördük hər birinizi. Düz birinci sezondan biz danışıqlar aparırdıq ki, mənim çox dəyər verdiyim, xətrini çox istədiyim və işinin peşəkarlığına adım kimi əmin olduğum Nərgiz Seyidzadə bu gün bizim qonağımızda. Nərgiz xanım, xoş gəlibsiniz. Həmişə siz gələsiniz. Xoş gördük. İndi bu siz məsələsini necə uyğunlaşdıracaq bilmirəm, amma bitər eləyərik. Nərgiz, birinci bizim mövzumuz budur ki, özünüzü təqdim edirsiniz, nə işləyirsiniz, hansı işlər görübsüz, sonra mənim xüsusi suallarım var, onları verəcəm. Olar. Mən hal-hazırda holistik karyera və liderlik koçuyam. Amma ümumiyyətlə karyeram boyunca HR olmuşam. Təlim və inkişaf şöbəsi təlim menecerlikdən başlayaraq gəlmişəm və 19 illik yumşaq bacarıqlar təlimçisiyəm. İqtisad Universiteti, İncəsənət və Mədəniyyət Universitetində iqtisadi sabah qruplarda və karyera planlaması inkişafı kafedrasında müəllim olaraq çalışıram. Həm yumşaq bacarıqlar, həm yenə də karyera planlaması. Yəni hara gedirəm, yenə də istiqamət olur insan inkişafı, istedad inkişafı və s. və hal-hazırda da fərdi olaraq da coaching və mentorluqla məşğulam. Sırf olaraq insanların holistik istiqamətdə liderlik və karyeralarını istiqamətləndirirəm. Okay, təşəkkürlər. Ümumiyyətlə, Nərgiz, bu talent manager deyirlər, talent development, human development, bu anlayışlar necə formalaşıb? Hansı ki, mən də o işin içindəyəm, mən də bir sıra biliklərim var, amma səndən eşitməyə daha çox xoş olar. Reallıq ona ibarət ki, bizim biznes tariximiz çox qısadır. Yəni və bizim biznesmenlər çox ciddi keşməkeşli yollar gedib. Krizis menecment çox ciddidir. Yəni bir neçə devalvasiya, pandemiya, müharibə, keçid dövrü, iqtisadiyyatda bir çox mərhələləri yaşayıblar. Ona görə qısa dövrdə çox müxtəliflik yaşayaraq insan resurslarına fikir vermək, önəmsəmək, belə deyək, önəmi və məcburiyyəti olubdur, istər-istəməz. Ona görə bizim əmək bazarında nə baş versə, mən düşünürəm çox təbii yollarla baş verən bir şeylərdir. Hətta hansısa qüsurlar və ya zəif tərəflər varsa, bu belə özü təbii axının və bir zəncirin hissəsidir və mənə görə hər şeyi əmək bazarı özü tənzimləyir. Talent, istedad məsələsi elə eyni qaydada. Əgər bu məsələ indi aktuallaşıbsa, demək indi aktuallaşmalıdır və bu artıq iqtisadiyyatın, biznesin müəyyən tələbinə çevrilibdir. İstəyir xidmət sektoru olsun, kommersiya, distribusiya, retail, topdan, istəyir sənaye, istehsal və s. Bu gün artıq müəssisələr deyir ki, mən istəyirəm o bir adamla işləyim ki, nəinki 5 adam, amma bir adam mənə elə bir nəticələr versin ki, ona elə bir səriştəlikləri olsun ki, mən istədiyim nəticəyə nail olum. Artıq proses çox da o qədər önəmli deyil. Yəni nə qədər önəmlidir nəticə, biznesmen təfəkkürücə. İdarəçilik olaraq demirəm. İdarəçi əlbəttə ki, proses önəmlidir. Sahibkar təfəkkürü bu gün belə işləyir. Artıq bu məsələ dövlət sektoruna da başlayıb yayılmağa. Yəni dövlət sektorunda da artıq metriklər, KPI-lər yəni önəmsəyir. Yəni çox yaxşı görüntü olan işdən çox nəticə əldə etdik sonuncda və bunu ancaq səriştəli insan edə bilər. Talent o insandır ki, biz bütün insanlar talent kimi doğulub, istedad kimi. Biraz bizi uşaqlıqdan öyrədiblər ki, filan kəs qonşunun oğlu istedadlıdır. Sənsə başı aşağı sal, dərs oxu və yaxud səni bir peşə məktəbinə qoyum. Belə anlayış yoxdur. Hamı istedadlı da olub, hamı unikal da olub. Sadəcə bu potensialı bacarığa, skillsə çevirən insan bugün əmək bazarında ona tələbat var. Və sırf o insanları talent manager deyirlər. Statistika qalanda əvvəl bir müəssisədə 2-3% talentlar işləyirdi, qalanları əvəz olunan işçi idi. Bugün dünya statistikası da dəyişib və bizim ölkədə də reallıq odur ki, mən indi əlimdə konkret statistik məlumat yoxdur mənbəli, amma buna doğru tendensiya gedir ki, müəssisə deyir ki, çox işçi istəmirəm. Bəlli sayda işçi istəyirəm, amma böyük bir dövrəni o hissə adamlarla edəcəm. O deməkdir ki, bir şirkət 60-70% talent olmaq ehtiyacı yaranır və mənim son iş yerim o şirkətlərdən biri deyək gəlmişkən. Harada 45 işçi ilə 2000-lik zavodun bir dövrəsini etmək mümkün olurdu. Yəni, reallıq bundan ibarət ki, bunu etmək mümkündür artıq və bizim ölkənin vətəndaşı, gənci bunu edə bilir. Mən bu HR olanda Attel kadrda qalanları görmüşdünüz siz. Attel kadr beyində. İndi də var. İndi də var. Bu tələbat olacaq çünki bu məsələn hüquq tərəfidir və hüquq həmişə bazadır. Amma bu HR-ın bir neçə funksiyasına, əmək münasibətlərinə aid funksiyasının bir tərkibidir, amma həmişə baza və tərkibidir. Sadəcə mən bunu heç yerdə səsləndirməmişəm, amma adil kadrlarda, yəni əmək münasibətlərində çalışan insanların təfəkkürü, tərzi və energetikası ilə HR-lıqda çalışa bilən insanın tərzi, təfəkkürü, energetikası müxtəlifdir.
Onlar biznesini necə idarə edirdilər o vaxtda? Necə də? Yəni O mən vaxt hələ də biznes, başa o düşmürəm. vaxt biznes tələbatları belə deyildi. Yəni rəqabət bu deyildi, çeviklik, sürət, daha çox dayanıqlıq önəmli idi, fundamentallıq önəmli idi. Yəni sənədim düz olsun. Daha çevik olsun, sürətli olsun deyil, düz olsun idi məsələ. Amma düz də elə bildilər. Hə, razıyam. Yəni əmək bazarı bacardığını eləyib hər bir dövr. Biz heç kəsi tənqid edə bilmərik o cəhətdən ki, biz onların reallığını, hər dövrün öz reallığı var. Mən həmişə universitetdə öz tələbələrimə deyirəm ki, siz indi kimisə tənqid eləyirsiniz, yollar pisdir, müəllim belədir, təmir belədir, amma vaxt gələcək sizi edəcəklər də, siz gələcəksiniz hakimiyyətə, belə deyək, idarəçiliyə və s. Reallıq ondan ibarətdir ki, biz indi bu idarəçilikdəyik, biz bizneslərdə hakimiyyətlərdəyik və biz görürük ki, hər şey o qədər asan deyil. Yəni ki, proses idarə ilə, optimizasiya ilə, buradan hüquqa var, buradan HR-lığa, buradan talent management və sən çox gülmə şəkər görünəsən, belə deyil. Reallıq o qədər asan deyil. Yəni bir biznesmənə hər şey idarə etmək o qədər asan deyil. Ona görə o vaxt belə tələbat var idi. Belə lazım, belə məsləhət idi. İndi başqa cür məsləhət. Yaxşı. Və biz nə maraqlıdır, adlı kadrda işləyən xanımlar o kişi kostyumuna oxşayan kostyumlar geyinirdilər bir ara. Bir ara dediyim görməmişəm. Yəni beynimdə təsəvvür elə formalaşmış. Biraz zəhmli idilər, ağır idilər. Amma indi HR-a birdən elə bil oradan döndü, oldu qlamur. Birdən. O necə baş verdi? Ona görə ki, o bayaq dediyim məsələ, bu peşə ilə bu peşənin təfəkkürü, energetikası başqadır. Sənət qanunvericiliyi ilə işləyən insan strukturlu, sistemli təfəkkürə sahib olmalıdır, dəqiqdir və sənətlə işləməyə xoşdur. Sırf HR-lığın müəyyən funksiyaları var ki, insanla işləyir və ya sistemlə işləyir. O insanlar daha çox kommunikasiya meyli olduğundan o məcburdur nəzərə almağa xarici görünüşü, danışıq tərzini, vibe, energetikanı və s. Səmimi düzünü deyim ki, bu günlərdə bəlkə mənim həmkarlarım bu sözdən xoşum gəlməz, amma HR peşəsinə olmalı olacaq, barmaqla sayılı qədər HR tanıyıram. Ona görə yox ki, kimsə pisdir, yaxşıdır, zəifdir, güclüdür. Ona görə ki, HR nadir peşələrdəndir ki, iki dənə tipli, ayrı ziddiyyətli təfəkkür bir adamda olmalıdır. Bu da çox nadir insanlarda olur. Bu bir adam çox sistem qurucusu olmalıdır. Yəni bir şirkətə HR sistemini qurmalıdır. O demək sistemli təfəkkür, strukturlu təfəkkür, strategiya, xasiyyət, israrlılıq divarı yarmalıdır və keçməlidir. Yəni o bu maaş sisteminə nail olmalıdır, xidmət fəaliyyəti qiymətləndirmə sistemini yeritməlidir və s. Amma digər tərəfdən açıq qapı siyasəti real olmalıdır, emosional intellekt olmalıdır, kommunikasiya olmalıdır, anlaşma, empatiya. Həm israrlı olsun, həm empatik olsun, həm sistemli, strukturlu təfəkkür, həm emosional intellekt, bu bir adamda çox az təsadüf edən xüsusiyyətdir ümumiyyətlə, təbiət olaraq, təbiət belə yaradıb. Və bu ikisinə cavab verənlər ancaq doğrudan da yerini bərkitmiş, çox uğurlu HR-lar ola bilər. Qalan halda ya sən məcbursan HR-ın kadr yolu ilə getməyə, əmək haqqı hesablamaq istiqaməti, ya da işə qəbul, kommunikasiya, təlim bu. Yəni seçməli olursan mütləq şəkildə öz təbiətinə uyğun. Siz o keçid dövrünü necə yaşadınız? Məsəl üçün AT kadr deyəndə ağlımıza birinci növbədə mən hələ yaşım azdır, o gəlir ki, AT kadra gedib yaxınlaşaram, kağız sənədlərin arasında pul verərəm, məni işlə təmin eləyər. Siz onları da görübsüz. O təfəkkürdən bu təfəkkürə özünüzü necə qorudunuz? Özümü belə qorxudum ki, mən başqa şansım və lüksum yox idi. O da imkan vermirdi. Bundan ibarətdir ki, biz o dövrə düşdük ki, var bizdən əvvəlki bir dövr, bu BP yaradılan dövrdə böyük şirkətlər, Azərself, yəni böyük şirkətlər yaradan dövrdə çox yaxşı xarici şirkətlərin sisteminin fonunda böyümüş bir mütəxəssislər yaranmışdı. Bizim nəsil biraz başqa nəsil idi. Bizim nəsildə məsələn HR-dır, deyək ki, logistikadır, müəyyən bir çox önəmli ixtisaslar yox idi universitetdə. Və bunun biliyini alanmaz. Ancaq praktik yolla gəlməliydin. Özündən əvvəlki nümunə sistem qurmayıb, kiminsə sistemində yaşayıb. Sən sistem qurmalısan, amma o sistemi ki quranı görmürsən. Sən oxuyacağın bir mühit yoxdur, məcbur xarici təhsil almalısan. Xarici təhsil alıb gələnlər isə praktikası yox idi. Mən düşdüm o ara nəslə.
Harda rusunu belə söz, samouçka, özün özünü öyrətməlisən də. Və praktikada səhv elə düzü tapa məntiqlə, yəni bəzi məsələlər var ki, mən sahibkara deyirdim. Mən indi onun nəzər adını bilirəm. Çünki özüm HR üzrəyəm, müəlliməm, akademik bu işlə məşğul oluram. Həm sonra beynəlxalq sertifikat aldım, kvalifikasiyam var, Senior Professional Human Resources International. O zaman bu yox idi. Və bu kvalifikasiyalar heç trenddə də deyildi. Və mən məntiqlə əsaslandırdım. Yəni bir misal deyə bilərəm, hətta reallığa uyğun. Məsələn, bir supermarketlər şəbəkəsində çalışırdım. Mən orada təlim meneceri idim və yaxınlaşıb sahibkarla münasibətim var idi. Yaxınlaşıb ona dedim ki, biz nəyisə düz eləmirik. Dedi ki, nəyi? Dedim ki, baxın, mən təlim keçirəm. Müştəri məmnuniyyəti, kassanın istifadə olması və s. və təlimləri təşkil edirəm. Bu kimin üçündür? Demək elə bir müştəri ki, o məmnun qalmalıdır, o səviyyədə müştəri. Amma bizdə qiymət qoyulub 3 manat 33 qəpik. Bu qəpikçilik siyasətidir. Yəni sosial aşağı təbəqənin təfəkkürünü oynayırıq sanki. Dedi, yox, niyə biz istəyirik ki, hər təbəqə adam olsun? Dedim, burada nə isə düzgün yerində qeyd. Assortimentə baxıram, o vaxt bilmirdim bu sözü, assortiment çeşid siyasət. Baxıram ki, hər təbəqə üçün həqiqətən vitrinə mal qoyulubdur, məhsul qoyulubdur. Kassa isə çox ucuz proqram yazılır və tez-tez donur, müştəri onun qabağında dayanır. Mən deyirəm, mən burada müştəri məmnuniyyəti təlimi keçirəm. Merchandiser, işçi çox yaxşı, qəssab yaxşı ətini doğrayır, gülərək verir. Oradan kassa donur və müştəri yenə narazı qalır. Nəsə üst-üstə düşmür. Və ondan sonra mən biznesdə öyrəndim ki, target qrup, hədəf qrup deyilən bir anlayış var və hər bir biznesin özünün hədəf qrupu olmalıdır. Mən düz söz deyirdim, amma əsaslandıramırdım. Bax, biz o nəsilik ki, biz məntiqimizlə, təfəkkürümüzlə qabağa getdik və öz o potensialımızla. Sonra üstünə bilik gəldi, üstünə təcrübə gəldi və bir şeylər formalaşdı. O hissə düşdü. Amma bizdən əvvəlkilər və bizdən sonrakilər biraz başqa cür inkişaf etdi. Okay. Hansı ki, sizdən sonrakıların inkişafında bilavasitə sizin çox rolunuz olub. İndiki konsultantların bir dənə dediyi cümlə var. Əvəzsiz işçi yoxdur. Mənim iş dünyasında bir neçə rolum var. Əgər mən HR rəhbərəmsə, mənim bir yanaşmam var. Əgər öz şirkətim də var, sahibkar yanaşması başqadır. Mən coach və mentor olaraq yanaşma məsələləri başqadır. Amma bir şəxs Nərgizin də bir yanaşması var. Bunu söyləyəcəm. İdarəçi olaraq mən onun tərəfindəyəm ki, elə sistem quraq ki, əvəz olmaz adamlar olmasın. Sahibkar olaraq düşünürəm ki, ümumiyyətlə insan faktının bağlı olub-olmamaq sistemini düşünmür. Yəni biznes bütövlük tövr eləməlidir, nəticə verməlidir. Amma əgər coach və mentor olaraq məndən soruşsaq və ümumiyyətlə Nərgiz kimi soruşsaq, mən görə şirkət kontekstindən çıxsaq, fərqlə işləsək, reallıq biraz başqadır. Reallıq odur ki, bizə uşaqdan öyrədiblər ki, əvəz olmaz insan yoxdur. Bunun tarixçəsi SSR-dən gəlir. Çünki SSR maraqlı idi ki, insanlıq unikallığını dərk etməsin. Və fikirləşdim ki, mən kadram sadəcə, sağ olsun ki, Sovet hökuməti mənə iş verir. Amma insanlar dünyaya unikal gəliblər. Və onlarda olan bacarıq kompleksi dünyada heç kimdə yoxdur. Əgər bir insan o səviyyəsini özünü çatdıra bilib, potensialını tam bacarıq kompleksinə çevirirsə, bu sanki o ilmələrlə toxunan naxışlı bir xalçadır, hansının ki, naxışı heç kimdə yoxdur. Və o səviyyəyə çatsa, bazar mütləq onu istəyəcək. Çünki ondan yaxşısı pisi var, güclüsü zəifi var, amma onun kimisi yoxdur. Yəni mən necə universitetdə dərs deyirəm, daha yaxşı dərs əlbəttə müəllimlər var, amma mənim kimi yoxdur. Bu yerdə, bu unikallıqda mən əvəz olmadım. HR olaraq da, coach olaraq mentor, siz də hamı belədir əslində. Amma insanlar o səviyyəyə gəlib özlərini çatdırıbmı? Sual bu. Mən bununla məşğulam. İndividual hissədə mən bununla məşğulam ki, insanı unikal nə üçün bu dünyaya gəlmisən, hansı missiyanı daşıyırsan, karyera əslində özünün realizasiya prosesidir, həyatda öz potensialını. Nə üçün realizə olunmusansa, bunu tamını 100 yaş, hətta 98% yox. Bax, mənim əsas devizim odur ki, 98 dedin o. Olmaz. Yəni 100-dən söhbət gedir. Bu mükəmməlçilik deyil əsla. Bu ideal balansdır. Baxın, mən həyatda tamlığın tərəfdarıyam. Ona görə holistik coacham, ölkədə yeganə whole sözündən bütövçülükdəndir. Yəni bizə hər şey ideal, bəşəriyyət Allah tərəfindən ideal balansa verilib doğuluşdan. Məsələn, hansı uşaq pis görməklə doğulursa, çox yaxşı eşidir. Hər şey idealdır və hər şey ideal balansda verilib və tam kompleks halında verilib. Yəni mənə 1.57 boy verilib. 1.59 olsaydı sistem pozulur. Mənə bu burnu ona görə verib ki, oksigen beynimə belə işləməlidir ki, mən belə düşünüm. Və mən ona görə çox kəskin əməliyyatlar tərəfi deyil. Əlbəttə, həm bunun şəxsi işidir, yəni bu məsələdə qatışmıram və hətta qınamıram. Amma məsələ bundan ibarət ki, biz ideal balansda yaradılmışıq.
və mən götürürəm insanın həm fiziologiyası, xarici görünüşünü, təfəkkür tərzini, energetika, hər bir şey ayrılıqda nəzərə alıb, onun %100 versiyasını. Çünki biz tam yaradılmışıq. Belə bir şey yoxdur axı ki, məsələn, bu qulaq verilib, bu yox. Hətta bu olsa yenə deyirəm, başqa bir yerdə belə bir üstünlük var ki, ideal balans yaradılıb. Yəni bizi tam-tamına bu həyatı yaşa verilib, deyilib. Tam-tamına 0-cı nöqtədir. Yəni mən 100% bax ona deyirəm də, tam torpaq üzərindən dayanırsan. Doğuldun tam varlıq kimi. Mən onun tərəfindəyəm ki, insanın təbii zəif tərəfləri zəif tərəf deyil. Məsələn, özün bilirsən, mən natiqlik üzrə təlimçiyəm və bundan pul qazanıram, amma adımın 3-cü hərfini deyə bilmirəm. Və mən bunu heç düzəltməyə cəhd də göstərmirəm. Düzəltsəm lap yaxşı olardı, amma bu mən deyiləm. Mənim nitqim və auditoriyanı ələ almaq qabiliyyətim və maraq yaratma qabiliyyətim gözəl nitqə görə deyil, nərgizliyimə görədir. Düzdürmü? Yəni mən onun tərəfindəyəm ki, əmək bazarı özünə məxsusları tanısın və inan ki, əmək bazarı və şirkətlər bundan qazanacaq. Dünya artıq bunu başa düşüb. Məsələn, dünyada əvvəl statistika bax dediyim kimi 2-3% idisə şirkətlərdə, indi belə deyil. Şirkətlər onun tərəfindədir ki, headhunting eləsin, çox vacib talantları şirkətə cəlb etsin, onları şirkət sevdirsin, doğmalatışsın, bağlatsın. Bu ulduz idarəçilik deyil, bu biraz fərqlidir, onu ayıracağam. Bu işçiləri bağlasın şirkətə, onlar çox xoşlasın buranı, burada qalmaq istəsin və şirkətə çox sərfəlidir əslində unikal insanlar. Unikallığını tapmış, hamı unikaldır. O səviyyəyə çatmış insanlar əslində çox onlar daha çox pul gətirir şirkətə. Nəqiz coachluq təhsili alanda deyirlər ya adam işini dəyişir, ya da eşini dəyişir. Mən coachluq təhsilini sizlərdən almışam, hansı ki, siz danışıbsınız, sizin ağzınızdan nə tökülüb onları qeyd eləmişəm. Seminarlarda, təlimlərdə ümumi ICF sertifikatı almamışam, amma sadəcə dinləmişəm. Niyə oradakı təhsillərdə həqiqətən də elə bir yeridilmə var nəsə bir yeridilmədir. Öz daxili aləmini insan kəşf edir, dırnaq arası. Ya da kəşf elədiyini düşünür. Ya işini dəyişir, ya da eşini dəyişir. Bu proses necə baş verir? Mən heç birisini dəyişməmişəm, amma onlar öz-özünə dəyişilib. Okay. İnsan özü dəyişiləndə ətrafı dəyişilən bir şeydir, yaxşılığa da. Bu ifadə ümumiyyətlə hardan çıxıb həqiqətən də coachluğu bitirəndən sonra ya işimi dəyişsin, ya işimi. İlk dəfə səndən eşitdim. Məsələn odur ki, coaching belə bir maraqlı metodikadır ki, orada çox qısa zamanda çox tez sürətli illərlə baş verməyən aydınlanma baş verir. Metodika özü belə buna xidmət edir, yəni ki. Yəni proses agahlanma üzərinə qurulub. Bəli, reallıq bundan ibarət və ora qoşulanda mən və bir çox mənim kimi adamlar, bu isə çox rəhbər vəzifədə falan, yəni mənlə kursa gələn birlikdə insanlar, o vaxt mən onun təhsilini alanda, bu pandemiyadan əvvəlki dövrlər idi. Yəni bu təzə bir tendensiyadır ümumiyyətlə coaching. Bu insanlar özləri də mənim kimi, yəni özü üçün gəlmişdi. Heç yəni nə coach olum, yəni mən coach olmaq falan niyyətim olmayıbdı. Çünki mən belə bu yanaşmanın tərəfindəyim ki, insan Napolyon tortu yeməyibsə, Napolyon istəməyi bu illüziyadır. Yəni mən nə bilirəm ki, mən bunu istəyirəm. Yəni bunu ancaq birinci dadına baxmaq lazımdır da. Mən istəyə bilməzdim coach olmaq. Bunu hökmən heç bilmirdim bu nədir. Amma mənə nəsə özümə maraq gəldi və dadına baxmaq istədim özüm üçün. Və birinci transformasiya özümlə başladı. Sonra bu məsələn bilik cəhətdən dərinə getdim. Bu isə bilik məsələsi biraz bizim standart bildiyimiz kitab dəftər biliyi deyil. Bu biraz ruhi inkişafla bağlıdır, biraz psixologiya var, biraz real praktik biznes var. Yəni bu çox praktik metodikadır gəlmişkən. Və özümdə dəyişikliklər baş verdi. Bu da mənim elə bir yaş dövrümə düşmüşdü, transformasiya yaş. İnsan mənim yaş dövrlərində transformasiya var. O dövrə düşdü və mənə elə bir ki, adamı biraz dibə salır. Amma yay nə qədər oxu belə uzağa dartırsa, dərinə dartırsa bir o qədər uzağa gedir də. Yəni bu prujin effektidir. Nə qədər dibə düşürsən, o qədər çıxırsan və mənə çox böyük dəstək olan bir metodika oldu özüm üçün. Və mən başladım bunu praktika təcrübədən keçirməyə, praktikasını yaşamağa və alındı. Və mənim coaching karyeram biraz çox təsadüfən alınıb. Sanki məsələn sənlə birlikdə etmişəm, sən mənim nəticə əldə etmisən və bacına təklif etsən, yoldaşına belə və mənim yanıma insanlar gəlməkdir. Korporativ müştərilər belə yanıma belə gəlib. Yəni o şirkətdə işləyən əməkdaş nəticə əldə edib. O gedib şirkətinə deyib ki, mən Türkiyədən coach istəmirəm, mən Nərgiz Seyidzadəni istəyirəm. Sonra
o əməkdaşla biz nəticə əldə etmişik və şirkət özü mənimlə müqavilə bağlı ki, növbət əməkdaşları sənə vermək istəyirəm. Ümumiyyətlə mən karyerada karyerist olaraq hədəfli insan deyiləm. Heç bir vəzifəmə hədəfli gəlməmişəm. Bu yolda belə alındı. Yəni ki, mən edirəm, nəticədə bu alınır və mən biraz karyerada onun tərəfindəyəm. İnsan maksimum eləsin, nəticə alınsın. Yaxşı, onda bu sual yeridir. Amma birinci sual verim ki, siz heç bu sualı veribsizmi? Müsahibəyə gələn işçi namizədlərə 5 il sonra özünüzü harda görürsüz sualını veribsiz? Çox populyar sualdır. Əvvəllər illər əvvəl verirdim. Amma indi bu sualı səmimi deyim, nə qədər mən indi həmkarlarım bu məsələ görə sevməsə də mən nə düşünürəm onu paylaşmağı sevən adamam. Mən bu sualı çox mənasız sual sayıram. Məncə də. Siz məndən soruşsaz ki, 5 ildən sonra özünü harda görürsən, ki, səmimi cavabım bilmirəmdir və bilməli deyiləm. Birinci mən bu gün yaxşı yaşamaq istəyirəm və bu gündən yaşayıram. Bu demək deyil ki, mən plansız insansam, məqsədsiz insanam, amma ümumiyyətlə əmək bazarı ona doğru gedir ki, soyuqqanlı belə baxsan, Nərgiz icadə baxış açısından yox, kənardan baxsan, dünyada ixtisaslar çox böyük sürətlə adı və mahiyyəti dəyişir. Biz o sürəti tutmaq istəsək, ümumiyyətlə bu tendensiyanın, yəni statistikanın içinə və çeşidliyin içinə girsən, orada çox qəliz alqoritm var. Onu tutmaq mümkün deyil. Yəni bunun quluna çevirəcəyik bu marafonu. Mən onun daha çox tərəfindəyəm ki, insan 5 ildən sonra başına gələcək və açılacaq qapılar isə çox açılacaq. İndidən daha çoxdur. Yəni ixtisas çeşidi daha çoxdur. Statistika budur ki, məsələn, yəni dəqiq bir rəqəm olaraq demirəm, yenə deyirəm, məntiq olaraq izah edirəm. Məsələn 10 dənə eyni vəzifədən 8 işçi ixtisara deyək ki, düşəcək, qalacaq 2 ştat, amma 8-i düşüb 16 təzə müxtəlif peşə yaranacaq. Və bu çox gözəl xəbərdir yeni nəsil üçün. O demək ki, yeni çoxlu qapılar açılacaq. Mən onun tərəfindəyəm ki, indiki gənc nəsil və ya karyerasını dəyişmək istəyənlər qapının qabağında hazır dayansınlar. Yəni 5 ildən sonra mənə nə açılacaq, mənə yol şəxsən? Mən bilmirəm. Amma mən hər şey edəcəm ki, mən bir məsələləri edeyim, soruşsan deyə bilərəm bu hansı məsələlərdir. Mənə açılacaq imkanlara hazır olub. Asılı olmayaraq ki, nə imkandır? Ən maraqlısı budur. Çünki orada sual odur ki, bilmirəm hansı imkandır, nəyə hazırlaşım? Bəs yaxşı, bu sualı verəndə nə cavab gözləyirdiniz? O vaxtı bu cavabı var idi və məntiqli idi, səmimi deyim. İndi bu bazarın tendensiyası dəyişir. Karyera ssenariyə doğru gedə bilirdi və karyera planlaması mən ssenarilər cızmaq mümkün idi. Mən başlayıram kiçik mütəxəssis, sonra mütəxəssis, aparıcı, orta menecer, top, C-level və s. İndi biraz həyat dəyişib. Birinci çox şaxəli karyeralar var. Məsələn, mən öz misalımda görürəm və çox bir neçə və bütün dünyada da bu tendensiya var. Mən peşəkar karyeram var, şəxsi karyeram var, şəxsi brendingim var, şəxsi şirkətim var. Yəni insanlar başlayıb bir yerdən ancaq pul qazanmamağa və bir yerdən ancaq özlərini realizə etməməyə, müxtəlif istiqamətlər. Mənim akademik karyeram var. Yəni bu var. Ona görə ssenarilər çox çevik olmağa başlayır. Buradan bura keçid edirsən, bunu yarımçıq qoya bilirsən, bu. Və əvvəl bizə öyrədirdilər ki, bir şey tam et. İndi isə dünya ona doğrudur ki, sürətli nədə ola bilirsən ol. Yəni tam keyfiyyət %100-dənsə, o demək deyil ki, keyfiyyətsiz ol, amma bu o deməkdir ki, daha çevik harda ola bilirsən, keçid eləyə bilirsənsə et. Və məsələ ona görə aktuallığa itirdi. Yoxsa bu sual vaxtilə aktual idi. Sən doğrudan da visionun olmalı idi ki, hara gedirsən. İndi istəsən də bilə bilməzsən. Yəni bu mümkün deyil proqnoz eləmək. İxtisasların adı və istiqamət, yəni HR deyilən bir şey neçə ildən sonra adı aktual olmayacaq. Bu demək ki, biz daim yeni trendlərin içində qalmalıyıq. İnsan sahəsini müəyyən edə bilər. Məsələn, mən artıq bilirəm ki, mənim missiyam insan yetişdirmək. Ümumiyyətlə yetişdirməkdir, özüm bilirsən. Mən bağçılıqla məşğulam, balıq yetişdirirəm. Mən yetişdirənəm yəni. Mənim həyatda missiyam böyütməkdir. Universitet tələbə böyüdürəm. Yəni mən bunun üçün doğulmuşam. Genetik nəslimin missiyasıdır. Özüm Sedəzim Şirvaninin kötükçəsiyəm və mən bütün nəslim bununla məşğul, maarifləndirməklə məşğul. Mən sahəmi müəyyən edə bilərəm. 5 il bundan əvvəl, 10 il bundan əvvəl təxminən mən bilmirəm heç coaching var. O demək deyil ki, mən ağılsız insan idim və praqmatik deyildim. 10 il bundan sonra nə metodika çıxacaq, çox çətindir demək. Amma mən çevik olub, onu mənimsəyib özümküləşdirməliyəm. Mən kitabımı çap eləyəndə bir mövzu var idi orada, hansı ki, mənim çox dəyər verdiyim bir dostumun hekayəsidir. Onun hekayəsini yazdım, göndərdim özünə ki, oxudu, kövrəldi. Dedi ki, Cavidan, halal xoşun yayımla. Amma
hardasa kitabın yayımlamağına 10 gün qalmış, dedi yayımlama. Orada hekayəyə ad qoymuşdum. Hekayənin adının da ilham səbəbi bax sən idin. Burada deyirəm. Nədən yaranıb bu? Biz bir proqrama qoşulmuşduq. Mən orada Nərgizin mentoru idim. Yeganə mentorluq elədiyim insanlardandır ki, o mənə mentorluq eləyir. Proses bu. Lato oyunu oynayırdı. Orada bir söhbət düşdü. Nərgiz SSR ilə bağlı bir açıqlama verdi və arxasıca dedi ki, biz hamımız həmin dövrdən keçmişik, keçməmiş ola bilmərik. Üzün tutun, mənə dedi ki, şərəf lövhəsində heç şəklin olub. Mən həmin vaxt oradan ilhamlanaraq o hekayənin adını şərəf lövhəsi qoymuşdum. İndi pası atıramsa da o şərəf lövhəsi məsələsini danışır. Bir də mən o dövrün həm valideyninə, həm böyüklərinə biraz minnətdar olmaq istəyirəm. Baxmayaraq ki, o dövrü sevmirlər. Amma o dövr olmasaydı biz belə olmayacaqdıq. Ona görə mən o dövrü məqsədim tənqid etmək deyil. Amma reallığı da qəbul etməliyik də. Yəni hər şey ancaq ağ-qaradan ibarət deyil. Reallıqları biraz baxanda şərəf lövhəsinin məqsədi yenə də insan unikallıqdan ayırıb qiymət məntiqinə oturtmaqdır. Yəni sən həyatda 5 alansan, 4 alansan, 3 alansan kimsən? Və uşağa əvvəldən onu yeridirlər ki, sən uğurlusan, uğursuzsan, sən 5 alansan. Bunun çox ciddi fəsadları var və indiki nəslə belə təsir eləyib. Mən öz tələbələrimi görürəm, mən onlardan bu energetikdən biraz kömək eləmək onlara bu məsələdə bacardığım qədər çalışqanam və nə qədər ki, akademik saatlarım imkan verir. Məsələ ondan ibarətdir ki, 5 alanların öz problemi yaranırdı. 2 alanların öz. 2 alanlar, 3 alanlar düşünürdü ki, vəssalam, bu uğurlu deyil, bu nə gələcək ola bilər. Mən həmişə özümə deyirəm ki, mən məktəbdə 2-3 alan olmuşam. Amma mən çox çətin məktəbdə oxumuşam. Avropa lisenski liderlər yetişdirir. Dövlət məktəbi də ödənişsizdir, amma liderlər yetişdirirdi. Və çox çətin məktəb. Yəni oranın 2-3-ü adi məktəbin bəlkə 3-4-ü idi, 4-5 idi hətta bəzi fənlərdə. Amma reallıq ondan ibarət idi ki, harda yazılıb ki, 2-3 alan uğurlu olmur. Bu məsələn fizikanı pis bilə bilər, amma bu çox unikal aşpaz ola bilər. Yəni bu haqda yazılıb ki, yəni ancaq məktəb fənləri həyat düzənini təşkil edir. Bu belə deyil. Reallıq praktika göstərir ki, bu belə deyil. Yəni biz 2 alanları əvvəlcədən cəmiyyətdə götürdük, saldıq bu özünü inamsızlığını bilə-bilə aşağı saldıq. 5 alanların öz dərdi yarandı. Onların perfeksionistliyi, əlaçlıq sindromu yarandı. Müasir dövrsə, o dövrdən çıxan uşaqlar isə bunun əziyyətini çəkdi. Müasir dövrdəkilər də o dövrdən gələnlərdir. Bunun əziyyəti nə idi? Əlaçlıq sindromlu olan insanlar çox çətin sağ qalır. Dünya uduzub tez qalxanları sevir, çevik olanları, nə ki güclü olanları. Yəni artıq əvvəl güclü olmalısan tendensiyası var idi. İndi elastik olmalısan. Yəni rezin polad kimi bəlkə də elastik. Yəni sən tez özünü toparlamalısan. Yəni əlimdən gələn eləyim ki, bankrot olmayım deyil biznesmenin bugünkü məqsədi. Hər bir vəziyyətdən necə tez çıxım və mən biznesimi bərpa eləməliyəm məsələsi aktual olur. Bu əlaçılara çox çətindir. Yəni əlaçılıq sindromu olan uşaqlara 4 almaq bu faciədir. Bir də gözlənti məsələsi var. Atam məndən fəxr eləyirdi, gözləntisi var. Və institutda bal yığanda eyni məsələ. Təsəvvür edin, mənim 560, 580 yığan, özünü uğursuz sayan tələbələrim var. Hansı ki, deyir ki, məndən başqa şey gözləyirdilər. Bu isə hamısı illüziyadır. Yəni, həyat reallığına onun balının təsiri var, əlbəttə var. Amma bu təsir digər təsirlərdən əlbəttə o qədər bazılı digər təsirlər var ki, bu onların yanında təsirsizlik kimi görünür. Biz o İnam daha güclü daxili dayaqdır. Biz onu əldən alırıq, amma xarici dayağı daha önəmsiyirik. Mənim yanaşmam biraz başqadır. Mən istənilən uşaqda yeniyetmələr üçün düşərgələr təşkil etmişəm, bilmirəm xəbərim var ya. Əlbəttə. Mənim təşkilatım var. Düşərgələr görə çəkilişi cancel elədim bir ara. Reallıq odur və tələbələrlə işləyirəm. Orta nəsil 40+ və s. və hamıda o məsələni görürəm ki, adamlar özünü bala və qiymətə görə kateqoriyalara ayırır və bütün inamları bundan bağlıdır. Mən isə yanaşmam budur ki, daxili dayaq xarici dayaqdan önəmlidir. Baxın, o biznesmenlər ki, özlərinə inanır, öz daxili dayaqlarını formalaşdırır və öz daxili bacarıqlarını, öz energetikalarını
evi yandı, əlindən keçdi kredit, növbətini tikəcək. Amma o adamın ki, güvəndiyi bir şeylər, aldığı sertifikatlar, aldığı qiymət, aldığı evdir və ona nəyisə olanda bir gecə saçı ağara bilər. Bizim əsas güvən yerimiz daxili dayaq olmalıdır. Biz xarici dayağa fokuslu uşaq böyütməyə də meylli olmuşuq Sovet dövründən. Yəni sənin əlaçı qiymətin və diplomun daha mənim üçün önəmlidir. Nəinki sənin özünün varlığında olan unikallığın. Yəni reallıq budur. Mən isə onun tərəfindəyim ki, birinci uşağa diqqət verək özünə və onu o lövhələrlə səciyyələ, özünü yəni lövhə ilə tanınmağı problem yaradacaq. Gələcək praktik real həyatda. Amma ümumiyyətlə Sovet dövründə bu çox gözəl siyasət idi. Yəni ki, bu çox oynadı, yaxşı da işlədi. Gördünüz insanlarda necə ambisiya yarandı, necə proseslər. Bu hamısı məqsədyönlü idi və çox yaxşı da tutdu. Yəni öz dövründə çox yaxşı da tutdu. Fərqli insanlara ziyan oldu. İndiki şərəf lövhələri, Instagram profilləri ola bilər. Bu tendensiya həmişə olacaq. Milyonlarla il siyasətlər dəyişmir. Reallıq budur ki, biz belə məxluqlarıq, belə canlılarıq. Necə deyim ki, biraz düzgün çıxsın? Belə varlıqlarıq, daha düzgün varlıqlarıq. Biz belə varlıqlarıq ki, biz sosial diqqətə ehtiyacımız var. Kimdəsə az, kimdəsə çox, bu artıq individual məsələdir və biz istəyirik ki, önəmli olaq. Bu normaldır gəlmişkən, amma hər şey öz həddində. Baxın, məsələn, insan özünə əminliyi var, biraz həddin keçdi, buna üzlülük deyirlər. Məsələn, mən pul dilənən qaraçılar varsa, məsələn də, kifayət qədər, yəni yox söz eşidir, kifayət qədər ona itələnir, söz deyilir, amma bir də istəyir. Əminlik ekstraversiyasıdır da, yəni bir şey həddini aşanda o ekstraversiya və yaxud aşağı düşəndə həddindən utancaqlıq kimi olur. Ortada olanda biz ona əminlik deyirik. Eyni bir şey bu. İnsan sosial sevgi istəmək çox normal bir şeydir. Qayğı istəmək normaldır. Sevgi əskikliyi falan deyil. Amma bu həddini keçəndə bu müəyyən bir şeylərin göstəricisidir. Uşaqlıqdan bunu öyrəşdirəndə adamı, o şərəf lövhəsi tipli bir şeylərə, bu o elə bir ki, bunda vərdiş halı alır. Oradan təsdiq gəlmirsə, xarici dayağım yoxdursa batıram. Oradan mənə demədilər ki, nə yaxşı çıxış elədin də məsələn, nə yaxşı bu oldu, onda daha yaxşı oluram. Deməsələr ki, özüm bilmirəm, xəbərim yoxdur ki, yaxşı çıxış elədim sanki. Mən son 7 ilimə baxdım, 2024-cü ildə. Gördüm, mən istirahət eləməmişəm. Altı-bazar, yəni istirahət anlayışı, ümumiyyətlə istirahət anlayışı formalaşmayıb. Onu necə kəşf elədim? 28 may metrosundan bir il öncə təxmini çıxırdım. Bir dənə qələm satan xala var. Qələmləri tutub sadəcə məqsəd qələm satmaq deyil də, bir növ pul yığmaqdır. Universitetlər tətildədir. Bir həftəlik, 2 həftəlik. Gördüm, həmin xala orada yoxdur. Hər birinə salamlaşıram, keçirəm. Universitetlər orada olanda da çox qəşəng satış eləyir, çox qəşəng pul yığır. Universitetlər açıldı, bir həftə sonra gördüm, xala orada dayanıb. Dedim, xala, nəcəb bu bir həftədir yox idim burada, hər şey qaydasındadır, salamatlıqdır. Dedi, mən deyil salamda, mən də istirahət eləməliyəm. Sən birdən çatdı ki, sən istirahət elə. Mən şok. Aydınlandı. Mən birdən dedim ki, mən buna pul verirəm. Xala sən qoşluq edin. Xala mənə birdən qoşluq elədi. Dedim, oyda. Oyda. Ya o da belə istirahət edir. Oyda. Bir də o dilənçi psixologiyası ilə bağlı biz çox çalışanda dilənçidən də pis vəziyyətə qalırıq. Heç bir dilənçi görməmişik ki, bu gün deyib ki, kvotumu doldurdum, gedim evə. 100 manat qoy, saat 9-da durub getməyəcək. Yəni daha çox nə edə bilər? Ancaq çoxun üstündə. Yəni onları, yəni o dilənçilər mənə çox kömək olublar. Yəni elə aydınlanma. Tez-tez gəz onda yollarına. Allah'ım sizə Mən kömək olsun. Sənin o sözünə qüvvət, bu ki biz qaçırıq və istəyirik daha çox olmaq və onları keçirik. Bunun köklü səbəbləri bir neçə dənədir, amma onlardan birini tapmışam ki, bu da bizə yeridilmiş bir proqram var. Ki karyera, iş adamı, ümumiyyətlə iş dünyamızda biz çalışdığımız gündən biz uğurlu olmalıyıq. Bizim elə bir çatmaq istədiyimiz məqsəd o uğur tipajıdır ki, biz uğurlu karyera qurmalıyıq. Mən bu yanaşmaya qarşı olandım. Çox belə qəribə səslər. Mən demək istəmirəm ki, karyera uğursuz olmalıdır, amma mən demək istəyirəm ki, bu
karyera kimi təbii sözə qoşulmuş süni sözdür. Karyera təbii prosesdir. Yəni bu mənim şəxsi potensialımın real həyatda olan realizasiyasıdır. Nəticədir vəsəmaqdır, pul gəlir və s. Bu nəticədə olur. Uğur isə süni söz. Layihə uğurlu ola bilər, nə bilim, bir tikinti uğurlu ola bilər, işin uğurlu ola bilər. Amma sən uğurlu ola bilməzsən, sən insansan. Sən xoşbəxt ola bilərsən, sağlam ola bilərsən və s. İnsan özünə süni söz yapışdırıb, məcbur oldu süni həyat dalınca qaçmağa. Süni bədən isə bədəni aldatmaq olmur, beyni aldatmaq. Yəni psixologiya aldadılan bir şey deyil. Yəni təbiəti aldatmaq olmur. İnsan başladı o sxemin dalınca getməyə. Neyron şəbəkəsi və onun yaratdığı o arada olan bağlar və o infraz elədiyi qarmonlar başqa cür başladı işləməyə. Nəticədə mənim yanıma 40 plus yaşlı insanlar gəlir, hansı ki rəhbər vəzifədə işləyir. Şəhərdən təsəvvür elə. İnsan bağı var, evi var, çox yaxşı maşını var, uşaqları özəldə oxuyur və s. Diqnəsi yerində deyil, mən xoşbəxt deyiləm. Araşdıranda görürük ki, insan ömür boyu işləyib, qaçıb və bir də ayılıb ki, hər şey var, nə naminə bunu edibsə, bax o his yoxdur. Yəni reallıqda insan Ferrari istəyəndə əslində qırmızı dəmir istəmir. İnsan Ferrari-ni sürən hissini yaşamaq istəyir. Bu hiss isə müəyyən qarmon ifrazıdır, daxili kimyanın dəyişməsidir. Bunun üçün neyron birləşmələri vərdiş etməlidir ki, yəni beyin vərdiş etməlidir ki, o qarmonu ifraz etsin. Daim iynə üstündə oturan stres qarmonu ifraz edən insanın beyni öyrəşmir xoşbəxtlik qarmonu ifraz etməyə. Və təsəvvür insan illərlə qaçır ki, xoşbəxtlik dalınca qaçır. Nəticədə elə bir proqram beyində formalaşır illərin nəticəsində. Hansı qarmonu ifraz etməmək. Mənim işim ondan ibarətdir ki, insanlara o tərəfə göstərim ki, uğur süni sözü yapışdıranda sən süni həyat yaşayırsan, nəticədə sən təbii prosesdə deyilsən və ona görə bu hiss hansı ki, Ferrari-ni sürmək hissi istəyin, bu Ferrari şərtli deyirəm də, ifraz olunmayacaq. Bunun bircə yolu var. Əgər sən təbii proses yaşasan, hamını unuduruq, rəqabətləri unuduruq. Bizim bu dünyada rəqibimiz yoxdur. Biz özümüz üçün belə illüziya yaratmışıq. Əmək bazarında rəqabət var. Amma biz unikal kadrlığımıza çatanda bu proses itir. Və müqayisələr mənasızdır. Çünki biz bir amili götürüb müqayisə edirik. Məsələn, filan kəsi 25 yaşı var, o artıq şöbə müdürüdür, mənsə 25 yaşım var, deyil. Biz onun bütün həyatını görmürük. Biz görmürük ki, məsələn, atasız böyüyüb, hansı əziyyətlər çəkib, o indi həyatında nə var. Biz bir amillə müqayisə aparırıq və özümüzü çox uğursuz hiss edirik. Amma reallıq biraz başqadır. Onun bütün həyatını götürsən, sənin bütün həyatını sən başa düşürsən ki, müqayisə olmaz, heç pis yaxşı deyil. Sadəcə heç bir tali təkrarlanmır. Və sən ancaq tali kontekstində məsələləri qiymətləndirə bilərsən. Buna yana gedəmirsən. Nə üzgüçülük, ya mən ən sevdiyim idman növlərindən biri üzgüçülükdür və mən onun çempionatına bilet alıb gedən adamam. Biz yuxarıdan baxanda üzgüçülük yarışına baxır ki, hamı yarışıqda mikrosaniyədə mübarizə var. Amma üzgüçü olub özün üzəndə, mən üzənəm. Sən bir saniyə belə başına keçirib rəqibinə baxsan, artıq uduzursan. Qabaqda belə olsaydın belə. Yəni hamı qabağa baxır. Və heç kəs o birisinin cərgəsindən keçə bilməz. Hər öz yolunda üzür. Real həyatda da belədir. Qıraqdan əmək bazarı rəqabətli görünür. Amma real insan praktikasında İnsan qabağa baxmaqdan başqa variantı yoxdur. Ancaq öz bacarıqları, öz potensialını işə salıb öz hədəfinə doğru gedə bilər. Və salam. Və heç kəs onun yolunu istəsə də keçə bilməz. Bizim yolumuzu tuta bilməz heç kəs. Amma qorxur ki, mən öz yolumu tutmaram, tutarlar, tutanmaz. Bu barmaq izi bir dənə səndə var. Ancaq müqayisələr də mənasıdır. Və bu uğur süni söz bizi müqayisələrə vadar eləyib, o marafona vadar eləyib. Onu stoplatmağın ən yaxşı yolu odur ki, insan təhlil eləsin ki, bu qarmon ifraz olunurmu məndə vaxtaşırı. Yoxsa mən daim stres qarmonu ilə və yaxud təlaş və yaxud digər məsələlərin içində yaşayıram. Bir bu, bir də insan özünü yaxşı olar ki, sual versin ki, indi həyatımın indiki mərhələsində nəyin yeridir? Mən bir misal öz həyatımdan çəkəcəm. Belə 3-4 dənə çox böyük təkliflərə yox demişəm həyatımda. İndi də peşman deyiləm, məyus deyiləm. İkinci övladım olanda İsmail çox balacaqdı, sağ ol, sənə qismət yoxdur.
Yaxşı şeydir. Mənə çox böyük bura kimi oturur onu deyir də mən. Yəni mən gələn dəfə evlən. Bu mən Azərbaycanlıyam da, yəni bu keçmir məndə. Mən də belə düşünürəm də. Yəni həqiqi yaxşı şeydir, sən bilirsən. Məsələn, nəyə yaxşıdır? Nəyə yaxşıdır? Məsəl üçün tapmaq olmur arada sən uşaqlarlansa nəyə yaxşıdır? Deyim sənə yəni nəyə yaxşıdır. Sənin gözünün qabağında səndən olan və tamamilə müstəqil və başqa cür olan bir tarix böyüyür. Və məsələn 3 il, 5 il əvvəl belə bir sən var idin. Sən çox gənc hiss eləyirsən. Elə bir 3 il əvvəlki Nərgizəm. Amma o adam 3 il əvvəl yox idi həyatda. Və sən real adam sənlə danışır, onun düşüncəsi, o sənlə mübahisə edir və yaxud sən sevgi verir. Tamamilə canlı, real canlı varlıq var hansı ki səndəndir. Bu qədər unikal bir hissdir ki, heç bir layihəm, heç bir trender, heç bir nailiyyətim, vəzifəm hamısını bir yerə yığsan, o hisslə müqayisə olunmaz. Yəni reallıqda ki, gözün qabağında özündən olan, amma tamamilə başqa bir canlı böyüyür. O gülür, danışır. Halbuki 5 il əvvəl belə bir şey yox idi tarixdə. Yəni adam yox idi, mövcud deyildi. Nəysə. Qaydaq öz məsələmizə. Və mənə çox yaxşı bir təklif gəldi İsmail 4 ay olanda. Çox böyük respublika masştabında bir təklif gəldi və mən onun yerindəcə yox dedim. Və deyən çox reputasiyası yüksək bir adam idi. O mənə dedi ki, yaxşı fikirləşə, hər deyəndə belə bir şans olmur. Dedim ki, inan çox rasional cavab verirəm. Yəni bu emosional cavab deyil. Düşünmək uşaq təzə olub belə qarmamaq dönəm yaşayıram. Rasional dedi, niyə? Dedim çünki mən özümə coaching edib özümə sual verdim ki, Nərgiz, indi həyatımın bu mərhələsidirmi? Cavab gəldi, yox, mən analığımı hiss etmək istəyirəm. Yəni mən uşağımla olmaq istəyirəm. Hər mərhələ o şirin təklif dövrü deyil. Yəni sən buna yox deyin yerdə mən rasional başa düşürəm ki, kimsə hansı bu təklifə hə deyəcək, kimsə artıq o yerdə olacaq və bu normaldır. Yəni biz gözümüzə almalıyıq ki, biz öz yolumuzu yaşayırıq. Və o mərhələdə nəyin yeri varsa onu qəbul etməliyik. Biz şirinliklər dalınca qaçırıq, şirin təkliflər davamında. Elə bir şeytan şirinləşdik. Və bir də ayılırıq ki, biz heç özümüz üçün yaşamırıq ki. Bundan biraz bu trenddədir, bu moddadır, bu müasir. Necə bunu etmirsən? Baxın, mən universitetdə sadəcə müəlliməm, heç baş müəllim deyiləm. Ən sadə akademik vəzifədəyəm. Başqa heç bir ambisiyam yoxdur. Mən pedaqoji fəaliyyətdən çox böyük həzz alıram. Mən ancaq tələbə ilə işləmək istəyirəm. Yəni mən nə elmi iş dalınca qaçıram, çünki mən indi onu vaxt olaraq eləyəcəm, amma indi onu istəmirəm və hazır deyiləm. Nə status, nə vəzifə. Sıravi müəllim və bu yetir mənə. Hardasa vəzifədəyəm, hardasa şəxsi iş, hardasa şəxsi brending. Yəni hər yerdə ayaqqabılar cütdüyüb, o 5 alış şərəf lövhəsi məsələsi yoxdur da. Yəni hər şeyin bir mərhələsi və bir rolu var. Demək mən akademik fəaliyyətdə sadəcə müəllim olmalıyam. Bunun üçün doğulmuşam. Mən tələbəyə bundan faydalıyamsa və bunu unikal edə bilirəmsə, nə edirəm o vəzifə, status və s. Bax, bunu uğur sözü çıxartsaq kontekstdən. Yeri gəlmişkən bu əvvəldən uğursuzluğa aparan sözdür. Mən sizə bunu qarantiyalı deyirəm. Bütün o insanlar ki, o sözü yapışıb karyera qurub, əvvəl-axır çökürlər. Emosional, psixoloji ya da maddi. Ona görə ki, sən bir gün ayılıqsan ki, bu istədiyin həyat deyil. 2 variant var. Ya sən o pataqlıqdan çıxmalısan da hamı deyəcək ki, alındıranmadı. Yaxşı gəlmişdi, gətirənmədi. Tutuzduranmadı. Sən bunu başa düşürsən ki, o boyda yerlər qalxıb bundan əlini götürmək nə deməkdir reputasiya olaraq. Ya da sən davam edəcəksən hamı naminə, nəslin, ailən, qohumlar, status, cəmiyyət, sosial dostlar, amma özün içində bilərək ki, bütün həyat getdi. Bu sən istədiyin deyil. Ancaq bu istənilən halda fail məsələsi, yəni bunun axırı yaxşı deyil. Ancaq uğurlu yox, xoşbəxtliyə özünü realizasiya aparan karyera lazımdır. Nəticədə o doğrudan da istədiyin qarmonları ifraz edirsən, hər şey yerindədir. Nərgiz, deməli, səhv eləmirəmsə, Fərid Pərdəşünas bir post paylaşmışdı. Yazmışdı ki, hələ mən görməmişəm liderlik təliminə girib də oradan lider çıxsın. Belə bir yazı yazmışdı ki, bir tərəfdə də düz deyirsən, bir tərəfdə də liderlik təlimlərinin məqsədi orada liderlik bacarıqlarının heç olmasa toxumlarını atmaqdır, sonra formalaşdırmaqdır. Hamının indiki halda liderlik bacarıqları üzrə təlim keçməyi və yaxud da liderlik bacarıqları üzrə təlimlərə qoşulmağı bir tendensiyası var. Və o əsas bacarıqlar hissəsində də nədənsə ancaq liderlik görürük.
CV-lərdən çox onunla biz qarşılaşırıq. Bu liderlik barəsində ümumi fikirlərin nədir? Mən holistik karyer və liderlik koçuyam, amma burada liderlik elə bilər ki, komanda liderliyi falan. Mən şəxsi öz həyatımın, karyeramın, özümün lider olmaq istiqamətini tuturam. Öz təbiətim liderdir və təbiətcə buyam. Biz Qafqazlıyıq, o da ölkəsiyik. Bizim içimizdə də bu var. Yəni biz dağ adamlarıyıq. Yəni dağ regionlarımız var, aran var, dəniz var, çay var, daşan çaylar var və s. Yəni bizim içimizdə o coşqu falan var. Bu bizim təbiətimizdə var. O ki qaldı yayılmış tendensiya olan liderlik və təlim. Mən soft skills təlimçisiyəm və liderlik təlimçisiyəm. Bizim bostanımıza daş atılır. Amma mən bu reaksiyanı çox adekvat qarşılayıram. Və mən qədər hətta razıyam. Burada əsas sual odur ki, bu təlimə gələn insan gözləntisi nədir? Sual açar burdadır. Yəni bu sualda da açar. Əgər gözlənti təlimə gələcəm, buradan lider çıxacamsa səhv gözləntidir. Bu ola bilməz. Çünki liderlik soft skills-dır, yumşaq bacarıqdır. Yumşaq bacarığı təlimlə öyrənmirlər. Yumşaq bacarıqların sinonim adı həyat bacarıqlarıdır. Bir uşaq heç işləməsin, eləməsin, məktəbə getməsin, həyata düşür, futbol oynayır, komanda idarəçi, liderlik formalaşa bilər. Yəni həyat boyunca yumşaq bacarıqlar formalaşır. Bəli, elə yumşaq bacarıqlar var ki, məşqlə daha tez formalaşmaq olar və ona dəstək olur. Məsələn, mən natiqlik təlimçisiyəm və mən sadə adını əsə-əsə deyən şəxsi səhnədə kaxılsız çıxışa qədər çatdıra bilirəm. Yəni bu bir praktikanı keçirib bir kurs şəklində bəli mümkündür. Amma liderlik biraz başqa istiqamətdir. Bu təlimlərin daha çox məqsədi sən oradan lider kimi çıx deyil, sən öz liderlik potensialını biraz kəşf et, ümumiyyətlə başa düş bu nə deməkdir və o toxumları əkməkdir. Ona görə gözlənti biraz belədirsə səhvdir. Yox, gözlənti düzdürsə bəli, bu toxunuşu təlimləri eləyir, edir. Amma məndən soruşursansa, mən düşünürəm ki, bütün insanlar bu dünyaya lider kimi gəlir və bu anlayış ki, insanlar lider doğulur ya olur və mənim üçün mübahisə mövzusu deyil. Bir mənalı lider kimi gəlirik. Mən bu əsaslandırım. Bilərəm öz şəxsi fikrimi. Biz atamızın ən mübarizindən, anamızın isə ən yaxşı seçə bilən və səbirlisindən alındırılmış versiyasıyıq. Və biz doğulmağı seçmişik. Biz seçmişik, sizə görə də. Bu çox qarşılıqlı prosesdir. Burada bir mənalı məsələ deyil. Ana, uşaq, onun ruhu, orada bütün nəslimizdə olan baba nənələrin dəstəyi. Yəni orada çox böyük kompleks bir bəşəri proses var. Mən də o söhbətə girməyəcəm. Çox dərin bir proses. Və bu uşaq seçdi yaşamağı. Seçim elə oldu. Mən öz həyatımı qabağa aparmaq liderliyə nədir? Qabağa getməyə seçdim. Doğuş sancısını uşaq verir anaya. Hazıram çıxmağa. Və mən bu prosesi 2 dəfə yaşamışam. Heç kəs mənim əksini sübut edə bilməz. Və uşaq artıq qərar verir ki, aparıram həyatımı, seçdim, yaşamağı seçirəm. Və onun hüceyrəsi alındırılmış hüceyrədir. Zaten qalib hüceyrədir. Məsələn, mən hər kəsdiyim imtahan və ya layihə bədənin məstəyi. Bədənin məstəyi. Hər dəfə özümə deyirəm ki, Nərgiz, bu sadəcə imtahandır. Sən dünyaya qalib kimi onsuz da gəlmisən. Bu motivasiya üçün demirəm bu söz. Bu reallıq belədir. Mənim uduzmaq deyə həyatda lüksum və şansım yoxdur. Mən zaten fundamentim qalibiyyətlə qoyulub. Mən anamın qalib versiyasıyam. Mən dünyaya gəlməyi, hətta böyüməyi seçməyib və dünyaya gəlməyi seçmiş versiyam. Çünki bu eləməyən embrionlar var. Bundan sonra 2 günümüz belə olanda biz çığırıq, ağlayırıq və süd istəyirik və çox da bizim vecimizə deyil ki, məsələn, balaca uşağın ki, məsələn, anamız hamamda üzün yuyur. Yəni biz həyatımızın sağ qalmaq üzrə. Bu bəli ilkin reaksiyalardır, amma liderlik reaksiya uşaq öz səviyyəsində öz həyatının mübarizəsini aparır. Deyir ki, mən acam, mən yeməyimi ver. Necə biz gedirik, deyirik, bu layihə mənimdir, o layihəni mənə ver. Eyni şeydir. Hər yaş dövrünün özünün məsələsi var. Uşağın dişi çıxır, nənə əlində kababı götürür, deyir, ver mənə, mən yeyim. Əli uzana bilir, çabala bilir, anasının boyunbağını dartıb qırmaq istəyir. Bəli, məqsəd liderlik deyil. Zaten məqsəd liderlik olmamalıdır. Liderlik insan özünün həyat tərzi, özünün nümayiş versiyasıdır. Məqsəd lider olmalıyım deyə bir məqsəd deyilən bir şey o qədər düzgün və sağlam deyil. Uşaqda bu uşaqdan qoyulur. Sadəcə mən yaş dövründə bu əlinə alınmaq məsələsi var.
bir çoxları liderlik təlimi ona görə gəlir ki, ona görə yox ki, dəyişib lider olsun, ona görə ki, kəndlərinə qayıtsın. Biz hansı versiyamızı, mənim indi 37 yaşım var. Yəni mənim 37 yaşlı lider versiyam, Nərgiz versiyam, lider yox, Nərgiz versiyam nədirsə, əgər təlimə gedəcəmsə bunun üçün getməliyəm. Çünki mən zaten doğuluşda belə doğulmuşam. Aparıcı qüvvə kimi doğulmuşam. Əks halda doğula bilməzdim. Nə canlı 10 dəqiqə biz coaching eləyə bilərik 10 dəqiqə mənim üzərimdə. Əlbəttə eləyirik. Okay. Sözü indi verirəm Nərgizə. 10 dəqiqə coaching eləyəcək. Məncə bu canlı praktik olmağı sizi də aydınlaşdırır. Çünki coaching bildiyiniz kimi sual vermə prosesidir, amma altında çox böyük bir dənə mexanizma dayanır da. Yəni hansı sorğulama alətindən istifadə etməlisən, burada onun niyəsini necə açmalısan, 5 addımı var, 12 addımı var. İndi sadəcə 10 dəqiqəlik praktik olaraq baxın məsələyə. Bəlkə siz də aydınlaşarsınız. Məqsəd agahlandırmaqdır. Yəni mənim üzərim, mən də burada təcrübə çəkirəm. Mən ilk dəfə indi eşitdim ki, bu nə edəcəyik. Ya gəlmişkən mən heç bir xüsusi metodikanı seçmirəm. Mən ancaq individual insan hansı istiqamətə gedirsə oradan aparanam. Okay, mən hazıram. Nə istəyirsən onu eləyək. Buyur, hansı mövzudan istəyirsən, yəni danışaq. Hansı sualın var və ya dilema və ya problem və ya planın, məqsədin, istəyin. Yəni coach yanına gələn şəxs adətən bilir nə üçün gəlir. Bilmirsə biz birlikdə mövzunu formalaşdırırıq. Amma nəsə ehtiyacı var deyə gəlir. Yəni, okay. Mütləq deyil ki, problem olsun. Yəni bu plan ola bilər, dilema ola bilər, məqsəd ola bilər, müxtəlif şeylər. Mənə deyirlər ki, sənin yeməyimin xüsusi səbəbi çox iştahla bağlı deyil. Yəni sən prosta nəyisə bastırmaq üçün yeyirsən. Və yaxud da mən onsuz da əzəldən idmançı olmuşam, yəni güləşlə məşğul olmuşam. İndi idmana gedirəm, sadəcə qabaqki həvəsim varmı onu belə bilmirəm. Elə bil idmandan daha çox keyif aldığım şey o tər yeyəndə ayda bu gün tər yandırdım, 600 kalori getdi, amma çıxanda da bir dənə cheesecake hak elədim. Elə bir yanaşmam da olur. Amma bacardığım qədər bu stabilliyi qorumağa çalışıram. İdmanım. Burada pis nə var? Burada pis nə var? Ki, indiki aldığım vitaminlər, hansı ki, bədəndə çatışmayan vitaminlər, bu mənim özümə elədiyim zərərlərdir. Yuxusuz qalmağım, D vitamini aşağı olmağı, nə bilim, sinkin aşağı olmağı və s. İndi onları bərqərar eləmək üçün, bərpa eləmək üçün belə deyim, daha stabil, daha yaşıl yeməliyəm, daha necə deyim, zülallı məhsullara üstünlüyü verməliyəm və s. Bu kimi şeylər deyirlər. Ki, bir də görürəm, amma olmur bu. Çünki saat 12-də işdən çıxmalı oluram. Bəzən elə olur, yata bilmirəm. Çünki işi çatdırmalıyam sabaha. 4 işdə işləyirəm, amma deyirlər ki, birini buraxmalısan, birini yox, ikisini buraxmalısan. Bu qədər bəs deyil. Amma bəs deyil də. Mən bayaqdan eşitdiklərimi bəzi şeylər güzgü kimi əks etdirmək istəyirəm. Koçun özün bilsən, test sualda güzgü qaldı. Sən niyəsə bayaqdan 3 dəfə deyiblər sözü dedin. Özünün isə fikri və özünün haqqında danışanda ancaq səbəblər gətirsən ki, niyə belədir. Amma bir cümlə belə işlədilmədi ki, sən nə istəyirsən və nə özün deyirsən. Sən özün nə deyirsən bu barədə? Sən nə istəyirsən? Mən elə bil düşünürəm ki, mən bu dünyadakı missiyam bundan əvvəlki həyatımı daha da yaxşılaşdırmaqdır və bunun üçün çalışmalıyam. Və həmin anda mənə, misal üçün, bir snickers açıb yemək enerji verirsə, məncə onu yeməliyəm. Amma burada da ikinci məsələ var. Bu mənim bədənimə bu vitaminlər tərəfə pis təsir edir. Mədə-altı vəziyyət pis təsir edir. Qaraciyərimə pis təsir edir. Sağlamlıq baxımından da misal üçün Herkulesli, nə bilim, şaftallı bir pankek yeyə bilərəm ki, o snickers əvəz eləsin, amma vermir də, damaqdan o şeyi vermir, damaqda onu vermir. Orada bir çelişki var. Düşünən söz olmaz. Bax, iki şeydə indi gördüm. Bunu da güzgümü əks etdim. Ondan sonra sualımı verəcəm. Sən snickers haqqında danışanda və damağımda əks etmir. İki halda gözlərim güldü, parıldadı. Amma şaftallı falan deyəndə sadəcə sanki düz olan və yaxşı olanı deyən adam kimi dedin. Burada reallıq onu göstərir ki, mən bilmirəm, sən indi danışdığın 3 dəqiqə ərzində olan reallığı əks etdirmə. O reallıq mənə göstərir ki, hələ də o balans tapılmayıb ki, nədə sən
həqiqətən də arıqlamağı və s. seçirsən və o yolda göz parıldayır. Məncə əsas məqam budur ki, sənə deyən məsələləri düz bilirsən, amma orada göz parıltısı yoxdur, orada həz yoxdur. Həz olan məqamlar sonucu niyə sən xoşuna gəlmir, amma həmin anda gözün parıldayır. Burada orada o nöqtədə ilişmişik ki, nədə real sənin xoşuna gələcək, çox xoşuna gələcək, göz parıldayacaq. Amma doğrudan mədə-altı vəzinə, nə bilim, ödünə, vitaminlərə xeyirli olacaq. Bax gör, reallıqda əgər kənara qoysaq indiki arıqlamaq tendensiyalarını, vitaminlər, nə bilim, hormonlar, orqanlar, hər şeydə dədə-babamız bunu bilməyib də reallıqda. Bunlar hamısını qırağa qoysaq, Snickers o vaxt olmayıb, bunu da qırağa qoysaq. Sənin iş rejimin belə olmalıyım və s. hamısını qırağa qoysaq. Necə həyat tərzi cəhətdən qidalanmaq istəyərsən ki, gözün parıldasın, bunu necə görürsən? Səmimi deyirəm. Səhər oyandım sübdən, azandan qabaq. Samavarı xotladım. Samavar özüncü qalanson. Durum namazımı qılım. Namazdan sonra çayımı süzüm. Nehrə yağı, bal, batan, motal pendiri ilə zavtrıkımı eləyim, isti təndir çörəyi. Sonra gedim işimə. Bir də gələm axşam gəlib manqalımı eləyim. Bu həyat tərzi. Bunu yaşamaq istəyirəm. Buna doğru gedirəm. Ay nə bilim steak belə getdi. Ay nə bilim biri gətirsin pendiri belə töksün, yağı beləcə o şeyi ümumiyyətlə seçmirəm də. Bu əgzində belə bir 3 dənə hər şey nə isə elə eləmə bu günə qədər, bu mənə aidiyyatı yoxdur da bu günə qədər etdiyim və etmədiklərin. Davam edə bilərsən onlar. Cəmi 3 şey nə edə bilərsən ki, o həm sağlamdır, həm o bütün dediklərin o düz saydıqlarına oynayır, amma mütləq göz parıldadır. Cəmi 3 şey. Çox yox. Nə edə bilərsən? Çünki real bir də məntiqin əsasını deyim, özün başa düşəcəksən. Bu mövzuda əsas məqsəd mənim indi güzgüm kimi effekt verdiyim məsələdə o göstərdi ki, əsas məqsəd nə arıqlayıb arıqlamamaq deyil. Əsas məqsəd odur ki, biz səndə o neyronu proqramı yaratsaq ki, sağlam həyat tərzi mənə həzz verir. O proqramı yaratsaq, o vərdiş öz-özünü, çünki insan həzz aldığı şeyə davam etməyə meyilli olur. Məqsəd burada arıqlamaq olmamalıdır, nə sağlam qidalamaq, nə qidalamaq. Birinci sənin prioritetinə nə xidmət edirsə o da göz parıltısı ilə, o istədiyim xoşbəxtliklə, amma istədiyim sağlam həyat. Çünki beyin o siqnal verir ki, Cavidan da alındı, elədi, əhsən Cavidan. Kiçik 3 dənə şey, bu çox kiçik bir şey ola bilər, fərqi yoxdur. Yəni bizim bu bir ayda məqsədimiz arıqlamaq olmayacaq. Cəmi 3 bir şeylə o siqnalı yeridəcəyik ki, biz özümüz istədik, nail olduq, bu alınıb, mənim öz qatsonum var və bu hamı dediyi kimi deyil. Bu ola bilər, məsələn, sən çox sevdiyin nənəvin tutduğu hər hansı bir pendir, amma məsələn, yaxsız, amma çox dadı başqadır da, yəni, məsələn. Bu ola bilər, məsələn, kabab, hansı ki, xüsusi kök ətmirəsində kabab, məsələn, və amma sən fikirləşsən ki, 6-cı gün gedəcəm bağda, bu 6-cı gün edəcəm, atamla yeyəcəm. Bizə lazımdır həzlə alınmış sağlamlıq siqnalı. 3 bir şey edirik. Bu metodika olaraq təklif edirəm. Nə 3 bir şey edə bilərsən? Bunu bir düşün. Okay. O dediyin bir şey mən nə zaman yaşadım? Noyabrda Tarkan konsertinə getdim. Dekabrda Cem Yılmazın stand-up'ı oldu. Arada da bizim elə bil 5 gün tətilimiz oldu. Biz 5 gün getdik İsmaillidə, ancaq elə bil 5 nəfər gedəcəkdi. 2 nəfər getməli olduq. Nərgiz, yəni Cem Yılmazın stand-up'ına qədərki period, o Tarkandan Cem Yılmazın periodunda aldığım həzlə elə bir dopamin yaşamışdım ki, həmin elə bir dekabrın 20-sindən ta ki may ayının 29-una qədər, tarix də yadımdadır. 2025 may 29-a qədər. O məni apardı. Bu misal üçün hələ də özümdə qeyd götürmüşəm ki, misal üçün Tarkan konserti mənə yaxşı təsir eləyir. Cem Yılmaz stand-up'ı mənə yaxşı təsir eləyir və aralıqda da bir dənə elə bir şey qaçan bu məsələdə 10 dəqiqə söhbətimiz oldu. Hər insanın müxtəlif yanaşmaları vardı. Adam disiplin adamıdır, tipajı da. Adam dünyanı Excel-lə görür, strukturlu beyni var. Adam həzz adamıdır. Sən mimikası, energetika, vibe səviyyəsində həzlə qeyri-həzz səviyyəsi çox o qədər kəskin fərqlənir ki,
bu biz otuzdura bilmərik o şey ki, həzz vermir, amma çox sağlamdır. Ancaq da həzz məsələsi sağlamlıqda itirirsən. Ona görə burada ancaq konsensus, kompromis yox. Kompromis odur ki, iki tərəf də itirir. Konsensus odur ki, ortaq nöqtə. Sənin кейsində ancaq sənə uyğun metodika odur ki, sən konsensusu tapmalısan. Amma birinci iş konsensusun özünü tapmaq deyil, o siqnalı göndərmək beyinə ki, mən tapa bilən adamam, mən bunu etdim özüm üçün, bax, alındırdım. Çünki hələ də müqavimət proqramı görürəm hardadır ki, alınmır. Axı sneakers istəyirəm, alınmır da, alındıramırsan da ki, ona görə sən həzz məsələsi sənin əsas motivasiya yerində. Biz bunu görməzdən gələ bilmərik. Yəni sənlə mən bu mövzunu işləsəm, bu nöqtə ilə işləməli olacağam. Yəni orada başqa variant yoxdur. O görə bir ay 3 məsələ eləyirik, növbəti 6 məsələ belə-belə artırırıq və 3 ay ərzində biz o proqramı yazırıq ki, sən öz həzzivə qidalanırsan, amma o şey ki, həm də sağlamdır. Və sonuncu proses sağlam qidalanmaq prosesi öz-özünə yaranacaq nəticədə. Yəni arıqlamaq məqsəd olmasa, nəticə olsa daha rahat olacaq. İnşallah. Məncə izləyicilər real coachingin artıq şahidi oldular. Təcrübə çanı olaraq da məni istifadə etdilər burada. Hər şey sizlər üçün. Arada da kəşf etdik ki, sən həzzi sevən adamsan. Hamı deyər ki, hamı sevir, amma insanlar var ki, xüsusi motivasiyası var. Nərgiz xanım, çox sağ olun. Bəzən Nərgiz xanım kimi, bəzən Nərgiz kimi çox gözəl, çoxdan da gözlədiyim bir buraxılış idi. Həqiqətən də mən çox həzz alıram sizdən danışanda. Yəni agahlanırammı? Həmişə agahlanıram. Doyuramı mövzumuzdan? Heç vaxt doymuram, həmişə yarımçıq qalır. Amma inşallah yenə də görüşək biz. Mən inanıram ki, biznes izləyiciləri sizi yenə də istəyəcək. Sizin biznesə bir sual vermək şansınız var. Sual verəcəksiniz, mən cavablayacağam. Spontan da istədiyiniz bir sualı verə bilərsiniz. Bu studiyanda çəkilişlər olub daim. Bəli. Mən izlədiyəndə belə görmüşəm, izlədiyim videolarda. Bu rəng seçimi nəyə əsaslanıb? Bu rəng seçimi ən ucuzu bu idi deyəsən. Mən rənglərə xüsusi önəm verən adamam və mənim üçün həmişə var. Çünki çox xoşlayıram bu ağanı. Ağası çox önəmlidir danışıqlarda, kommunikasiyada. Mənim maraqlı gəldi ki, niyə belə? Ən premium rənglərə baxdıq. Bizim kontentimizə daha çox hansı uyğun gələ bilər? Bir rəng bu rəng idi. Göy demirlər buna, biraz başqa adı var. Premium göy gedir bu. Biri də boz rəngidir, hansı ki daha estetik görüntü verir. Həm yaşıllıqdan istifadə edirik bəzən, həm də orada başqa bir taxtalar var. Yəni məqsəd daha estetik görüntülü, daha premium görüntü olsun deyədir. Belə. Şəxsən kənardan çox həqiqətən həm estetik, həm baxımlı görünür, yəni ki, çox gözəl gəlir. Çox qəşəng sual idi bu arada. Mən çox qəliz bir şeylərlə maraqlanan adam deyiləm, zaten qəliz bir şeylər özüm araşdırıram. Amma suallar, yəni mənə real bu gələndə, bu videolarda baxanda çox xoşuma gəlir, yəni. Kimsə eləyib, bəyənməyinizə sevindik. Qəşəng zövq. Çox sağ olun. Çox sağ olun dəvətə görə. Çox sağ olun. Son sözlərinizi alaq, yekunlaşdıraq. Mən təşəkkür edirəm dəvətə görə, səmimi abu-havaya görə. Mən özüm adətən təbii versiyamda olan adamam, amma burada bunun üçün şərait yaradılmağına görə, mühit olduğuna görə də təşəkkür edirəm. Mən təbiət insanıyam, təbiətdə daim olmağı sevirəm və izləyiciləri də bu podkasta baxan, həvəslə baxan insanlara da, yəni əsas çağırışım odur ki, öz təbiətlərinə yaşasınlar. Vallahi hər şey gəldi ki. Yəni reallıq ona ibarətdir ki, çoxlu illüziyalar qurmuşuq bu müasir dövrlə əlaqədar, amma hər şeyin cavabı təbiətdədir, yəni zaten bəşəriyyətin. Yəni Allah bizə hər şeyin işarəsini verib, kifayətdir ki, baxaq görək yəni. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun.